Bu Taliban polisinin nəhəng müşahidə sistemi otağıdır. Kabulda 90 mindən çox CCTV kameraları qurulub. BBC onu görmək icazəsi verilən ilk beynəlxalq mediadır. Taliban hökuməti deyir ki, bu təhlükəsizlik üçündür. Lakin tənqidçilər deyirlər ki, bu nəzarət üçündür. İnsanların üzü və hər şeyi görünür. Maşında oturan şəxsin üzü və maşının nömrəsi hər detalı ilə görünə bilər. Taliban deyir ki, video və audio kliplər 3 ay bazada saxlanılır. Sistem üz tanıma xüsusiyyətinə malikdir. Məlumatların belə müfəssəl toplanması insan haqları qrupları tərəfindən tənqid olunub. Bəzilərinə görə yeni CCTV və digər dəyişikliklər təhlükəsizliyi artırır. Lakin bir çox əfqan qadın bu sistemə görə özünü təzyiq altında sayır. Çoxları, keçmiş hökumətin hərbçiləri, insan haqları fəalları və qadınlar azad səyahət edə bilmədiyini hiss edir. Kameralar qadınların hicab geyinib-geyinmədiyini yoxlamaq üçün də istifadə edilə bilər. Taliban sistemin ciddi əxlaq kodeksi üçün istifadə edilməsi barədə iddiaları rədd edir. Lakin bəzi sakinlər sistemdən hökumətin tənqidçilərinin susturulması üçün istifadə ediləcəyindən narahatdırlar.